Dostlar, salam. Bilirsiniz, məni həkim kimi bel ağrısının özü qədər nə qorxudu? İnsanların onu ya çox gec ciddiyə alması, ya da ilk gündən panikaya düşməsi. Mən illərlə eyni iki cümləni eşitmişəm. Doktor, mən elə bildim keçər. Və ikinci cümlə, doktor, məndə disk yırtığı var, internetdə oxudum. Ən maraqlısı da budur ki, hər iki yanaşma insanı səhv yola sala bilər. Çünki bir tərəfdə gecikmə var, digər tərəfdə qorxu var. Bəzi insanlar sadə əzələ gərginliyini disk yırtığı hesab edib aylarla stres yaşayır. Bəzi insanlar isə ayağa yayılan, keymə verən ağrını sadə soyuqlama kimi qəbul edib vaxt itirir. Bugün mən sizə çox vacib bir şey izah edəcəm. Bel ağrısını həkim kimi düşünməyi. Bu videodan sonra siz daha yaxşı ayıra biləcəksiniz. Hansı ağrı daha çox sadə əzələ gərginliyinə bənzəyir? Hansı ağrı disk yırtığını düşündürür? Hansı halda gözləmək olar? Hansı halda isə gözləmək artıq təhlükəli ola bilər. Və videonun ortalarında sizə sadə ev testləri də verəcəm. Bu testlər diaqnoz qoymur, amma problemin əzələ, yoxsa sinir istiqamətli ola biləcəyini anlamağa kömək edir. Mən Doktor Azərəm. Gəlin birbaşa ən vacib nöqtədən başlayaq. Bir çox insan bel ağrısı başlayan kimi belə düşünür. Vəssalam, diskim çıxıb. Bu çox yayılmış fikirdir. Açıq deyim, bel ağrısı olan insanların böyük hissəsində problem disk yırtığı olmur. Ən çox rast gəlinən səbəblərdən biri sadə əzələ gərginliyi, spazm və ya bel ətrafı yumşaq toxumaların yüklənməsidir. Uzun müddət oturmaq, birdən ağır əşya qaldırmaq, səhv əyilmək, soyuqda qalmaq, uzun yol getmək, stres, hərəkətsizlik. Bunların hamısı bel əzələlərini gərginləşdirə bilər. Və bu ağrı bəzən çox güclü ola bilər. İnsan yerindən qalxanda sanki belində bıçaq batır. Əyilə bilmir, dönə bilmir. Yataqdan qalxmaq belə çətinləşir. Amma ağrının güclü olması avtomatik olaraq disk yırtığı demək deyil. Bu çox vacibdir. Ağrının gücünə yox, xarakterinə baxmaq lazımdır. Əsas fərq, əzələ ağrısı başqa şeydir, sinir ağrısı başqa. Burada çox insan çaşır. Belim ağrıyır. Bu hələ diaqnoz deyil. Bu sadəcə simptomdur. Əsas sual budur. Ağrı hardadır və necə yayılır? Sadə əzələ ağrısı necə olur? Əzələ ağrısı çox vaxt belin özündə qalır. Yəni daha lokal olur. İnsan deyir, belimin bir tərəfi tutulub. Dönəndə ağrıyır. Əyiləndə dartılır. Uzananda biraz rahatlayır. Bu tip ağrı çox vaxt hərəkətlə dəyişir. Bəzi pozalarda artır, bəzi pozalarda azalır. Əzələ ağrısında ağrı adətən ayağın aşağısına, dabanlara qədər getmir. Keymə, yanma, iynə batma hissi olmur. Ayaqda güc itkisi olmur. Bu daha çox mexaniki və əzələ tipli ağrını düşündürür. Disk yırtığı və sinir ağrısı necə olur? Disk yırtığında əsas problem təkcə beldəki ağrı deyil. Problem odur ki, disk sinir kökünə təzyiq edə bilər. Bu zaman ağrı başqa cür davranır. Ağrı beldən başlayıb ombaya, buda, baldıra, bəzən ayaq barmaqlarına qədər yayıla bilər. İnsan bunu belə təsvir edir. Ağrı ayağıma vurur. Ayağım yanır. Sanki elektrik keçir. İynə batır. Keyir. Ayağım əvvəlki kimi güclü deyil. Bu artıq sadə əzələ ağrısı kimi görünmür. Bu sinirin iştirak etdiyini düşündürür. Bu cümləni yadda saxlayın. Bel ağrısı beldə qalırsa, çox vaxt əzələ düşünülür. Bel ağrısı ayağa yayılırsa, sinir düşünülür. Ağrının yayılması ən qiymətli siqnallardan biridir. Bir pasiyentim olmuşdu. 58 yaşında kişi idi. Dedi, doktor, belim ağrıyır, yəqin soyuq dəyib. Soruşdum, ağrı yalnız beldədir? Dedi, yox, ombadan aşağı ayağıma gedir. Bəzən baldırım yanır. Bu cavab artıq vəziyyəti dəyişir. Çünki soyuq dəymə və sadə əzələ spazmı adətən ayağın aşağısına, yanma və keymə kimi getmir. Əgər ağrı ayağa gedirsə, xüsusilə dizdən aşağı düşürsə, bu sinir kökü qıcıqlanmasını düşündürür. Disk yırtığı olmasa belə, sinir sıxılması, bel kanalında daralma və başqa problemlər də ola bilər. Yəni ayağa vuran ağrı həmişə ciddi diaqnoz demək deyil, amma həmişə diqqət tələb edən siqnaldır. Ən vacib göstərici, keymə və güc itkisi varmı? Ağrı vacibdir, amma ağrıdan da vacib bəzi əlamətlər var. Məsələn, keymə. Əgər ayaqda, baldırda, dabanın kənarında və ya barmaqlarda keymə varsa, bu sinirin təsirləndiyini göstərə bilər.
Daha ciddi siqnal isə güc itkisidir. Məsələn, ayaq pəncəsini yuxarı qaldırmaq çətinləşir. Barmaq ucunda yerimək olmur. Daban üstə yerimək çətin olur. Ayaq sanki boşalır. Pilləkən çıxanda ayaq gücsüz görünür. Bu artıq sadəcə ağrı mövzusu deyil. Bu, sinir funksiyası mövzusudur. Ağrı keçə bilər, amma sinir uzun müddət sıxılarsa, güc itkisi daha ciddi problemə çevrilə bilər. Ona görə, ayaqda güc azalması varsa, gözləmək doğru deyil. Bel ağrısında çox vacib başqa bir məqam da var. Ağrı istirahətdə azalırmı? Sadə əzələ gərginliyində çox vaxt uzananda, rahat pozada olanda ağrı azalır. Tam keçməsə də yüngülləşir. Amma ağrı gecə sizi oyadırsa, istirahətdə belə azalmırsa, gündən günə artırsa və heç bir vəziyyətdə rahatlıq vermirsə, bu artıq daha diqqətli yanaşma tələb edir. Bel ağrısının çoxu təhlükəli deyil, amma bəzi əlamətlər var ki, onları keçər deyib gözləmək olmaz. Bu hissəni çox ciddi qəbul edin. Əgər bel ağrısı ilə yanaşı bunlardan biri varsa, mütləq həkimə müraciət etmək lazımdır. Ayaqda güc itkisi, getdikcə artan keymə, sidiyi saxlaya bilməmək, sidiyə getmədə ciddi çətinlik, nəcis saxlaya bilməmək, ayaqlar arasında keymə hissi, qızdırma, səbəbsiz arıqlama, travmadan sonra başlayan güclü ağrı, xərçəng tarixi, gecə davamlı və artan ağrı. Bunlar nadir hallardır, amma vacibdir. Çünki bu əlamətlər olduqda məsələ sadə əzələ ağrısı çərçivəsindən çıxa bilər. Əsas qayda budur, ağrıya panika etmə. Amma qırmızı bayraqları heç vaxt görməzdən gəlmə. Sizə söz verdiyim hissəyə gəldik. Bu testlər diaqnoz qoymur, MRT-ni əvəz etmir, amma sizə istiqamət verə bilər. Birinci test, irəli əyilmə testi. Ayağa qalxın. Dizləri çox bükmədən, yavaş-yavaş irəli əyilin. Əgər sadəcə beldə dartılma və ya lokal ağrı hiss edirsinizsə, bu daha çox əzələ gərginliyi ilə uyğun ola bilər. Amma əyildikdə ağrı ombaya, buda, baldıra və ya ayağa vurursa, bu artıq sinir qıcıqlanmasını düşündürə bilər. Xüsusilə ağrı elektrik kimi yayılırsa. İkinci test, düz ayaq qaldırma testi. Arxası üstə uzanın. Bir ayağı düz saxlayın və yavaş-yavaş qaldırın. Əgər ayağı qaldıranda beldə sadə dartılma varsa, bu başqa şeydir. Amma 30-60 dərəcə arası ağrı ayağa yayılırsa, bu disk və sinir kökü ilə bağlı ehtimalı artırır. Bu test klinikada da istifadə olunur. Amma nəticəni tək başına diaqnoz kimi qəbul etmək olmaz. Üçüncü test, daban və barmaq ucu ilə yerimə. Bir neçə addım daban üstə yeriyin. Sonra barmaq ucu ilə yeriyin. Əgər bir tərəfdə bunu etmək çətindirsə, ayaq düşürsə və ya güc fərqi hiss olunursa, bu sinir funksiyası baxımından vacib siqnaldır. Bu halda gözləmək düzgün deyil. Gəlin bunu çox aydın yığaq. Sadə əzələ ağrısı üçün daha xarakterik olan şeylər bunlardır. Ağrı belin özündə qalır, hərəkətlə artır, istirahətlə azalır, ayağa yayılmır, keymə olmur, güc itkisi olmur. Bir neçə gün içində yavaş-yavaş azalır. Belə ağrı çox vaxt uzun oturma, səhv hərəkət və ya yüklənmədən sonra başlayır. Bəzən səhər oyananda olur, çünki insan pis pozada yatıb. Bəzən ağır əşya qaldırdıqdan sonra olur. Bəzən idmandan və ya ev işindən sonra olur. Bu halda adətən məqsəd beli tam yatağa bağlamaq deyil. Əksinə, yüngül hərəkət çox vaxt daha faydalı olur. Çünki tam hərəkətsizlik əzələ spazmını uzada bilər. Disk yırtığı ehtimalını artıran əlamətlər isə bunlardır. Ağrı beldən ayağa yayılır, dizdən aşağı düşə bilər, yanma və iynə batma hissi ola bilər, keymə ola bilər. Öskürəndə və ya askıranda ağrı arta bilər. Uzun oturmaq ağrını artıra bilər. Ayaqda güc azalması hiss oluna bilər. Burada əsas məsələ sinirdir. Diskin özü ağrı verə bilər. Amma klinik olaraq bizi ən çox narahat edən sinirin sıxılmasıdır. Çünki sinir təkcə ağrı daşımır. O hissi və gücü də idarə edir. Əgər güc təsirlənirsə, bu artıq daha ciddi məsələdir. Bel ağrısı olan çox insan ilk gündən MRT istəyir. Amma hər bel ağrısında MRT lazım deyil. Niyə? Çünki bir çox insanın MRT-sində disk çıxıntısı görünə bilər. Amma həmin insanın heç ağrısı olmaya bilər. Yəni MRT-də dəyişiklik görmək həmişə ağrının səbəbi budur demək deyil. Əsas olan klinikadır. Ağrının tipi, yayılması, keymə, güc, reflekslər, qırmızı bayraqlar. Əgər sadə əzələ ağrısıdırsa və günlər içində azalırsa,
MRT çox vaxt lazım olmur. Amma ayağa yayılan ağrı, güc itkisi, davamlı keymə və ya qırmızı bayraqlar varsa, artıq həkim qiymətləndirməsi və lazım gələrsə görüntüləmə gündəmə gəlir. Bel ağrısında ən böyük səhvlər. Bu mövzuda çox səhv edilir. Birinci səhv. Tam yataq rejimi. İnsan düşünür ki, bel ağrıyırsa günlərlə yatmaq lazımdır. Amma çox vaxt tam yataq rejimi sağalmanı gecikdirir. Əzələlər daha da sərtləşir. Hərəkət qorxusu yaranır. Sadə əzələ ağrısında yüngül, kontrollu hərəkət daha faydalı ola bilər. İkinci səhv. İnternet məşqləri. Bel ağrısı olan insan YouTube-da məşq axtarır və gördüyü hər şeyi edir. Bu təhlükəli ola bilər. Çünki əzələ ağrısı üçün uyğun hərəkət disk ağrısını artıra bilər. Disk problemi üçün verilən hərəkət isə başqa insana uyğun olmaya bilər. Əvvəl ağrının tipini anlamaq lazımdır. Sonra hərəkət seçmək lazımdır. Üçüncü səhv. Ağrı kəsici ilə problemi susturmaq. Ağrı kəsici ağrını azalda bilər, amma səbəbi düzəltmir. İnsan ağrı azaldı deyə yenidən ağır yük qaldırır və problem daha da artır. Ağrı kəsici bəzən lazımdır, amma o planın tamamı deyil. Dördüncü səhv. Qorxudan hərəkəti dayandırmaq. Bəzi insanlar bir dəfə bel ağrısı yaşadıktan sonra hərəkətdən qorxur. Əyilmir, gəzmir, idman etmir. Beli qorumaq üçün hər şeyi dayandırır. Amma uzun müddətdə zəif əzələ beli daha riskli edir. Bel qorunmaq üçün hərəkətsiz qalmalı deyil. Bel düzgün güclənməlidir. Profilaktikada nə doğrudan işləyir? Bel ağrısında ən yaxşı müalicə çox vaxt profilaktikadır. Birinci, uzun oturmağı azaltmaq. Uzun oturmaq bel üçün böyük problemdir. Xüsusilə də bel yuvarlaq vəziyyətdə, baş irəli, çiyinlər düşmüş halda oturmaq. Əgər gün ərzində saatlarla oturursunuzsa, hər 40-50 dəqiqədən bir qalxın. Bir neçə dəqiqə gəzin, beli açın, omba əzələlərini aktivləşdirin. Bu sadə görünür, amma çox işləyir. İkinci, bel yox, korpus əzələlərinin gücü. Bir çox insan yalnız bel əzələsini düşünür. Amma beli qoruyan sistem daha genişdir. Qarın əzələləri, omba əzələləri, dərin stabilizatorlar, diafragma, pelvis ətrafı əzələlər, hamısı birlikdə beli qoruyur. Korpus əzələləri zəifdirsə, yük birbaşa bel strukturlarına düşür. Üçüncü, düzgün ağırlıq qaldırmaq. Ən klassik səhv budur. İnsan beldən əyilir, yükü uzaqdan tutur və birdən qaldırır. Bu bel üçün risklidir. Yük qaldıranda onu bədənə yaxın saxlayın. Dizləri bükün. Belinizi qıvırmayın. Birdən dönərək yük qaldırmayın. Bel ağrılarının böyük hissəsi məhz bu sadə səhvlərdən başlayır. Dördüncü, çəki nəzaləti. Artıq çəki bel üçün də ciddi yükdür. Xüsusilə qarın piylənməsi belin mexanikasını dəyişir. Bədənin ağırlıq mərkəzi önə keçir. Bel daha çox gərginlik altında qalır. Bel ağrısını azaltmaq istəyən insan üçün qarın ətrafını azaltmaq bəzən dərmandan daha dəyərli ola bilər. Beşinci, yuxu və stres. Stres əzələ gərginliyini artırır. Boyun, bel və çiyin əzələləri daha çox sıxılır. Yuxu pisdirsə, bərpa zəifləyir. Ağrı həssaslığı artır. Bədən ağrını daha güclü hiss edir. Ona görə bel ağrısı yalnız bel problemi deyil, bəzən bütün həyat ritminin siqnalıdır. Ən çox yayılmış miflər. Birinci mif. MRT-də disk varsa, əməliyyat lazımdır. Yox, MRT-də disk çıxıntısı görmək avtomatik əməliyyat demək deyil. Çox disk problemləri konservativ müalicə ilə düzəlir və ya nəzarət alınır. Əməliyyat qərarı yalnız görüntüyə görə verilmir. Klinik vəziyyətə, güc itkisinə, sinir sıxılmasına və risklərə baxılır. İkinci mif. Bel ağrıyırsa, idman olmaz. Tam doğru deyil. Kəskin dövrdə bəzi hərəkətlərdən qaçmaq lazımdır. Amma uzun müddətdə düzgün məşq belin ən yaxşı qoruyucularından biridir. Üçüncü mif. Masaj hər şeyi düzəldi. Masaj əzələ spazmını azalda bilər. Amma disk, sinir və mexaniki problem varsa, tək başına hər şeyi həll etmir. Dördüncü mif. Ağrı keçdisə, problem də bitdi. Bəzən ağrı keçir, amma səbəb qalır. Zəif korpus əzələləri, pis oturuş, artıq çəki, səhv qaldırma vərdişi qalırsa, ağrı yenə qayıda bilər. Ona görə məqsəd təkcə ağrını kəsmək deyil, təkrarlanmanın qarşısını almaqdır. Gəlin bu videonun əsas fikrini çox aydın şəkildə yığaq. Bel ağrısı həmişə disk yırtığı deyil. Əgər ağrı belin özündə qalırsa, hərəkətlə dəyişirsə, istirahətlə azalırsa,
və ayağa yayılmırsa, bu daha çox əzələ gərginliyinə bənzəyə bilər. Əgər ağrı ayağa vurursa, yanma, keymə, iynə batma hissi varsa və ya ayaqda güc azalırsa, disk və sinir problemi ehtimalı artır. Əgər sidik problemi, ayaqlar arasında keymə, güc itkisi, qızdırma, gecə artan ağrı varsa, gözləmək olmaz. Ən təhlükəli cümlə çox vaxt budur. Biraz dözüm, keçər. Bəzən keçir, amma bəzən o vaxta qədər sinir daha çox zədələnir. Ona görə əsas qayda budur. Panika etmə, amma gecikmədə. Ağrının haraya yayıldığına. Keymə varmı? Güc azalırmı? Gecə oyadırmı? Həyatını dəyişdirirmi? Bax. Və lazım olan anda həkimə müraciət et. Mən doktor Azərəm. Növbəti videoda çox vacib bir mövzudan danışacağıq. Diz ağrısı, təhlükəli siqnal, yoxsa adi yorğunluq? Çünki diz ağrısında da insanlar çox vaxt ya gecikir, ya da boş yerə panikaya düşür. Sağ olun, salamat qalın.